Dostlar, bugün sizlerlə bir də backstory oynayacağıq. Və 2-ci Dünya Savaşı'ndayıq. Gördüyünüz kimi Stalin şərəfsiz bütün dünyanı ələ keçirib. Buradakı Türk dövlətlərini və bizim ərazimizi ələ keçirib. Və 1935 ilindəyik. Belə yəni, dünya normaldır. Və mən İran kimi başladım. Çünki Azərbaycan ərazisi məndə deyil. Niyə Türkiyədən başlayıb eləməci deyərsinizsə, bir planım var. Plan budur ki, İrandan tam bu Təbriz hissəsində Səfəvilər dövlətini təzədən bərpa eləyəcəm və bütün hakimiyyətimi ona verəcəm. Bu sayədə dövlət dəyişdirmiş və Səfəvilərlə 2-ci Dünya müharibəsinə qatılmış kimi olacağam. Türkiyə ilə də bu haqda müqavilə imzalayacağam və Rusiyada üsyanlar qaldıracağam müharibə vaxtı. Özbəkistan, Türkmənistan, Qazaxıstan kimi dövlətləri və Ukrayna, sonra burada Belarusiya, İsveç kimi dövlətləri üsyanlar qaldırıb Sovet Rusiyasını zəiflədəcəm və işğallar eləyəcəm. Məqsədim də budur. Məqsədim güclənməkdir, yəni Rusiyaya girməkdir. Belə planımızı elədiyimizə görə ilk öncə buradan başlayaq. Səfəvilər dövlətini Təbrizdə yarat və İrandakı bütün hakimiyyəti Səfəvilərə ver. Ayrıca bilirsiniz ki, şu an İran ərazisi Farsdan əlində olduğu üçün farslaşıb. İranda Türkləşmə proseslərini başlat. Bu dövlətlər buna böyle şey göstərəcək, amma biz tez bir zamanda İranda Səfəvləri qurduqdan sonra səs çıxarda bilməyəcəklər. Paytaxt Tehrandır. Təbrizə köçürdümmü, köçürtməyimmi? Məncə Bakı işğaldan azad etdikdən sonra Təbrizə götürəcək. Çünki sınırda bir paytaxt olması necə deyim, təhlükə yarada bilər. Qafqazı tamamilə işğaldan azad etdikdən sonra paytaxtı Təbrizə köçürdərəm. Şimdi tədbirlərimizin nəticələrinə baxaq. Mən də tez bir zamanda Səfəvilər hakimiyyəti ələ keçirəcəklər. Düzdür, mən bunu bir dəfə elədim. Bir dəqiqə. Tərcümə eləməmişəm. Google'dan oynayıram mən bunu. Rıza Şah Türkləşdirmə siyasəti edir. Rıza Şah kimdir? Tamam. İranda Səfəvilər dövlətinin qurulmasına ilk yol atılır. Ulan mən Tehranda demədim. Təbrizdə dedim. Ayda, neysə. Hər halda burada. Sahipsiz mi? Nə baş verir? Tehran sahipsiz ərazi. Ulan paytaxt Təbrizə köçdü. Mən Təbrizə Səfəvilər dövlətini yarat deyərkən İrandan bağımsız bir Səfəvilər dövləti yarat dedim. Neysə. Paytaxt böyle de böyle Təbrizə keçdi. İran hökuməti yenidən sıxlaşdırmaya başlayır. Azərbaycanda və Kürdistanda artan millətçi hisslər. Kürdistan bu arada buradır. Böyük ihtimal, ama burada deyəndə görsəm bir neysə. Kürdistan naradır lan həqqi. Neysə, boş verin. Hədəflərimdən biri də bu olduğu üçün bu mənə böyük kömək eləyir. Daxili komandanlıq Kürd və Azəri ixtiyaçlarına cavab hazırlayır. Bir dəqiqə, bizim içimizdəki Kürd və Azəri. Doğru ya. Neyse, Türkiye bizimle söhbət başladı. Hörmətli İran hökuməti nəzərinə Kürd və Azərbaycan bölgələrində artan gərginlik bizi çox narahat edir. Məsələlər regional sabitliyə təsir etmək potensialına malikdir və biz hesab edirik ki, bu narazılıqları effektiv şəkildə həll etmək üçün regional güclərin iştirakı ilə diplomatik müzakirə lazımdır. Biz sizi Böyük Britaniya və Sovet İttifaqının nümayəndələri ilə birlikdə görüş mümkün həll yollarını müzakirə etmək üçün Ankara'da keçəcək görüşə dəvət edirik. Əməkdaşlığımız təqdir olunur. Belə görüşmək şərəfdir yazaq. Çünki bölgədə iş dövlətlərindən hərəkət güclü olmadığım üçün Səfəvləri qurana qədər
Sərfdir yazdım. Türkiyə ilə razıyıq. Diaqonal regional sabitliyin açardır. Ankara'da iş toplantıya katılacağıq. Sovet İttifaqı müşahidə etmək üçün Ankara'ya gedəcək. İranın daxili məsələləri hamımızı narahat edir. Müşavirədə olacaq yazaq bizə. Onlar müşavirə toplayana qədər, onu eləyənə qədər biz səbəbləri qurmuş olarıq. Şimdi tez bir şəkildə işləyir, ordunu modernizə elə. Dəvələr dövləti yaranandan sonra işim daha da asan olacaq. Amma yenə də bu dövlətlərin mənə eləyəcəyi təqdirlər birinci məqsədim İranda Səfəvilər rejimini təzədən bərpa eləməkdir. Sonraki məqsədlərimizdə birinci Dünya müharibəsi çıxan kimi baxacağıq. Ordanı modernləşdirdi dediyim, paytaxt Təbrizə köçdü. Başqa nə verə bilərəm? Hələ ki qalsın. Baxa görə nələr baş verir dünyada. Azərbaycan və Gürcüstan işdaşları hökumətin reaksiyası. İran hökuməti şimdi Tehran olaraq İran hökuməti, yəni içdəki hökumət pis tədbir göstərir, amma mən dəstəkləyirəm. Azərbaycan müstəqil olsun qardaşlar. Daxili komandanlıq, potensial kapitalın qəzbinə. Kapital paytaxt deməkdirmi? Ulan 2 dəqiqədən bir söhbət başlatmayın. Arasında diaqonun zəruriyinə inanırıq. Paytaxt köçürülməyəcək. Paytaxtı köçürdüyümüzə görə dəvət etmək istəyirlər. Paytaxtı köçürtmürəm qardaşım. Paytaxt Təbriz mənim yəni. İkinci Dünya müharibəsi başlayan kimi mən də girəcəm. Qafqazı ələ keçirmək burada işte dövlətlərdə müstəqillik eləməkdir. Onsa planı mən bunu 200 saatdan bir təkrar edirəm. Şu İran yazısını görmək məni narahat eləyir. Tez bir şəkildə Səfəvilər dövlətini qurmalıyam. Alman investisiyaları. Oğlum, savaş baş verəcək. Nə qədər qalıb? 4-5 il sonra, 1-2 il sonra 38-də başlayırdılar. Siz dəmir yolu tikirsiniz. Batı çözməkdə müzakirələr, debatlar davam edir. Sovet İttifaqı İran-Türkiyə ittifaqından biz ittifaq yaratdıq namına. Biz ittifaq yaratmadıq ki. Kürt və ərazi izdaşları davam edir. Bizim əramız sizədir. Oğlum mən bir dəqiqə. Ziyi onlara ver və İranda hakimiyyəti Səfəvilərə devret. Oğlum səndən bir danışıqları falan başlayırsa mən bunu bir dəfə oynamışdım, asan bir şəkildə eləmişdim. İran Kürt bölgələrində vəziyyət sürətlə pisləşir və bütün regionalımızda, bu arada Kürtlərin müstəqil olmanı mən də istəmirəm. Azərilər olsunlar da Kürtlər yox. Biz İran, Böyük Britaniya və İraq özümüzün arasında dərhal dialoqun yolunu tapmağı təklif edirik. Sizin iştirakınız çox vacibdir.
İştirakımız bakidir. Türkiyədə o qədər böyük dövlətsən, yanınca bir Kürdistandan mı qorxursan? Bakıdır, Bakıdır. Türkiyə ilə razıyıq, regional məsələlərin sülh yolu həll üçün dialoqdan hər şeydən istifadə edirik. Böyük Britaniya açıb xəritə göstərsəm bu saat hər yerdə müstəmləkəsi var, sülhdən bəhs eləyir. İraqda dialoq qəbul edir. Ki qədər dövlətsən qəbul eləyəsən də. Bundan sonra hər hansı bir danışığa getməyəcəm. On bir dəqiqə keçdi, mən hələ də hakimiyyəti qura bilmədim. Tez bir şəkildə. İşte bu. İşte bəhs elədiyim buydu. Səfəvilər İranda hakimiyyətlərini qurdular. İran Səfəvilər dövləti nədir? Gürcüstanda erməni əməliyyatlar başlayır. Bütün hakimiyyəti Səfəvlərə verdim. Adamlar bir dənə torpaq buraxdı. Sovet İttifaqı İran sərhədində hərbi mövcudluğunu atar. Royda. Separatistlər İran qüvvələrlə toqquşub. Azərbaycan xalq... What? Hayır, mən ərazimdə qurulmasın da bu. Mən kömək eləyəcəkdim sizə. Ya da qurulsun buna. Gözlə, gözlə. Gözlə. Yeni yaranan Səfəvilər dövlətinə ver. Mən bunlarla danışığa girməyəcəm. Nə halt yaşayırsa yönlansın satayım. Ya da oxuyum mesajların. İran Azərbaycanda baş verən son hadisələri Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasına və İran daxilində gərginliyin artmasına nəzərə alaraq regional güclər arasında dialoqun zərurliyinə inanırıq. Biz İran, Böyük Britaniya və Sovet İttifaqının nümayəndələrinin mümkün həll yollarını və Qardaş, sən Azərbaycansın, Azərbaycan dəstəkləmirsən, mən də türksən, türk dəstəkləmirsənsə, mən heç nə demirəm. People özü, nəsə gözü görüm, devrələdilərmi? Əgər devrələdilərsə, bundan sonra eləyəcəyim şey maalesef, amma maalesef süqut elətdirmək ola bilər. Ya da toxunmaram, mənə kömək eləyərlər. Keçdi, gözəl. İstəyirsənsə pisdir. Xalq Cümhuriyyəti tanınmağa çalışır. Tanıyaq lan. Görək nə aradalar. Sən Təbriz öz paytaxtımı eləmək istəyirdim. Amma eləyirsə... bu sıxıntıdır işte. Sovet İttifaqı dəstək verir. Madəm Sovet İttifaqı dəstək verir, ölkəmiz xərc seslərini istifadə edir. Bir dəqiqə. Bu şeydə artıq Səfəvilər İran yoxdur axı, mən İran yaratmışdım. Ona görə İranda yaranmışdım. Ona görə bu seçəcəyik. Bəli, ölkəni dəyişdir. Tarixə bax, şimdi buranın da adını belə edim. Səfəvilər İmperiyası.
ölkənin adını Səfəvilər imperiyası ilə. Tamam, bu da olduqdan sonra orduda ya da bu hələ ki qalsın. İxtisaçları falan həll eləyək. İxtisaçlar dediyimdə ki, bu məsələləri həll eləyək. Gözəl, gözəl. İran daxilinə xüsusən Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı artan gərginliyi və zorakılığı nəzərə alaraq biz İran Sovet İttifaqı və Böyük Britaniya onun nümayəndələri Ankaraya dəvət edirik. Görüşməkdə nümayişlərin tek olaraq tapılan regionu mən heç nə eləməyəcəm. Şimdi şöyle eləyəcəm. Azərbaycan People's Republic. Yeni yaranan Azərbaycan dövlətini tanı və müharibələrə son qoy. Ayrıca Qafqaz və diğer və Asyadakı Türk dövlətlərinə və Ukrayna, Belarusya müstəqilliklərini qazanmaq üçün üsyana təşviq et. Türk dövlətləri də bizim şeyləşinə kömək edirlər. Silah, maddi yardım et. Ermənistana kömək etmə. İnşallah algılayıb Ermənistana kömək eləməz. Çünki Ermənistana kömək etməyini istəmirəm. Qalsın onların tərkibində. Alarıq biz zaten onlardan. Səfəvilər imperiyası ilan edildi. Gözəl. Səfəvid imperiya. Sovet İttifaqı Səfəvi ambisiyalarını pisəyir. Tam onlar bizə zaten düşməndirlər. Türkiyə Səfəvi imperiyasının Azərbaycanın tanımasını cavab verdi. Bu nə tərcümlədir? Türkiyə Səfəvi imperiyasının Azərbaycan Xalq Cümhuriyyətinin tanımasını tanıyır. Ankara Səfəvi imperiyası Sovet İttifaqı arasında davam edən gərginliyə nəzərə alaraq regional sabitliyə təsirləri ilə bağlı vəziyyətlərini bildirir. Bu arada mən belə oxuyub keçirəm, mən başlıqları oxuyub keçirəm bu arada. Yəni alışmışam əvvəldən oynadığıma görə. Səfəvi imperiyası separatçı hərəkətləri açıq dəstəyə başladı. Siz bizə dəstəyə başlayarsınızsa, biz də sizə dəstəyə başlayarıq. Sovet İttifaqı Səfəvi imperiyası qüvvələri səfərbər edir. Ermənistan isteri müdafiə üçün Moskvaya müraciət edir. Bir de böyle bir şey var. Ermənistan istəridir bu saat. Azərbaycan istəridir. Baxaq görək. Hər iki bir azadlıq hərəkatı söz konusu deyil. Yəni ki, fonun vasitəsilə nəzərə keçirmə qardaş. Biraz erməni qaçqınlarına yardım. Lan biz niye erməni qaçqınlarına yardım eləyirik? Nə baş verir bu ölkədə? Azərbaycan Xalq Cümhuriyyəti daxili təfriqələrə Səfəvi imperiyası tərəfindən tanınmasına baxmayaraq daxili parçalanma və siyasi qeyri-sabitliklə mübarizə aparır. Bunları birazdan keçirəcəm mən. Sovet İttifaqı, Sovet hakimiyyəti Səfəvi imperiyasından Sovet ərazilərini gözlə şimdi. Üsyançı
qüvvələrə edilən yardımları geri çəkirmiş ya da yox, geri çək və gizlicə yenidən davama başla. Bu sayede Sovet Türkçesi bizden haber tutmayacak. Bu nədir lan Egipt arasında yaranıb United Kingdom'un Süveyş bölgəsi. Ulan İngiltərə, hara atacaq o bilirsən də. Dünyaya baxdığımızda bir müddət sonra Polonya Almaniyanın Sovetlər arasında bölünəcək. Mən Sovetlərin güclənməyini istəmirəm. Adamlar burada İsveç'i tutublar. Burada Belarus sövcünü tabirlər. Burada Ukraynanı, burada Qafqazı, burada Mərkəzi Asiya Türk dövlətlərini. Yəni yetərcə dövlətləri var. Baxaq görək nə baş verir. 25 dəqiqə olsun qapatacağım onsuz da. Ya da kapatmasam mı lan? 30 dəqiqə eləyərəm. Səhv imperiyası sifərləri gizli dəstəyi artırır. Gizli dəstək. Rəsmi olaraq yardımı dayanır. Biz də bilirik də işte bu işlər. Almanya yeni silahlanma programına. Oy gəlir mənim. Gəlir mənim uşağım, aslanım sən. Sən Sovetlərə buradan gir. Mən də Sovetlərə... Əslində. Evet. Evet yox hə. Çox Türkçə izlədin Rafiz. Çox Türkçə izlədin. Polondiyanı alsa Almanlar buradan girsə, mən də Səfəvilərlə Qafqaz cəbhəsindən girsəm Türkiyə ilə bir yerdə. Həqiqətən işləri çətinləşər. Sovet İttifaqı dissidentlər nə deyir? Şübhəli dissidentlərə və siyasi oponent. Hə, üsyanlara qarşı mübarizələrə başlayır yəni. İtaliyanın Şərqi Afrikası rəsmi olaraq quruldu. Nağarım qardaşım, xeyirli olsun. Stalin Səfəvi imperiyasını casusluqla imtina edir. Şərəfsiz, biz heç bir zaman casusluq eləmədik, tamam mı? Bu arada casusluq eləmədik, üsyancılara kömək eləmişdik də casusluq deyil bu arada. Potensial Sovet hərbi müdaxiləsinə hazırlaşır. Sovet hökuməti sizin inkarınızdan bezdi. Sizin hərəkətləriniz məlumdur. Mən bunlara dəstək falan verməyim. Dəstək nə deyir? Cavab falan verməyəcəyim. Pipok, 2 saat bu pulum gedəcək. Sonunda da heç bir nəticəyə gələ bilməyəcəyik. Sən hələ ki qal orada. Bizim paytaxtımız haradır? Kirmanşah. Paytaxtı Şiraz mı eləsəm lan? Ya da Kirmanşah eləsəm mi? Çünki bizim paytaxtımız şu an onların əlindədir. Paytaxtı Kirmanşaha daşı. Yaxında onları da ilhaq eləyəcəm. Daşı yox, daxı yox, daşı yazmalıydım. Hər neysə, şanslı qüvvələrin nə aracağına baxaq şimdi. Sovetləri müharibə elan etsəm mi lan? Almanya Avstriyanı ilhaq elədi. Xeyirli olsun. Səhv imperiyası paytaxtı Kirmanşahına götürdür, tamam. Səhv qüvvələri Sovet qoşunlarına toqquşdu. Səbəblərlə Sovet qoşunları arasında sərhəd döyüşləri silahlı toqquşmaları çevrilir. Döyüşlər sərhəd bölgə boyu mühafizəli rayonlarda baş verir və nəticədə hər iki tərəf xeyli etki verir. Hadisələr iki xalq arasında gərginliyi qaldırır. Hələ ki, Böyük Britaniya artan gərginliyi, sus sən Allah. Səfəvi imperiyası Sovet təcavüzünü az şəkildə pisləyir. Sən silahla birinci, Almanya hərbi qurucunu davam elətdirir. Almanya da o tərəfdədir. Səfəvi imperiyası Sovet İttifaqı ilə müharibəyə hazırlaşır. Gəlsin qardaş. Amma gəlməzdən öncə mən şu Almanya ilə bir danışıqlara başlayacağım. Sil şunu. Bu nədir? Niyə Almanlar belədir? Bir vaxtdan ötürü 0 ölkə göstərir. Telefonda oynamağın qeyri-avantajları. Bunun bayrağı niyə belədir?
Yine 0-3'e gösterir. Acaba bir ittifak mı yaratsam ona karşı? Bir dakika. Türkiye ile Almanya'nın yanına seçmeye çalışacağım. Almanya, bir de Türkiye. Türkiye yok ha, Türkiye. 0-3'e deyir herhalde. Ben bir tane bir oyunu dayandırım. Evet dostlar, oyunu təzədən açdım, kapattım. Bizim telefonda oynadığıma göre bazı sıkıntılar çıkabilir. Daha göre yeni söhbət eləmək olurmu? Lan Japonya niye böyle görsənir? Türkiye, Türkiye. 0-3 eləndi. O zaman dostlar, yapacak bir şey yok. Mən eləyəcəyimi elədim. Səfəvi imperiyasını bərpa eləyəcəkdim, elədim. Son bir zəfər gündəmə baxaq, nə baş verir deyə. Ondan sonra da gələn bölüm sizlərlə bir yerdə olacağım. Səfəvi imperiyası sərhəd təhlükəsini gücləndirir. Gözəl. Sovet İttifaqı Səfəvi imperiyasına qarşı ithamları artıraraq. Bizim arada ittifaqlar lazımdır. Almanya'da yeni salama proqramı. Sovet İttifaqında siyasi təmizləmələr davam edir. Şərqi Afrikada İttihat Təhlükəsizlik siyasəti, Səfəvi imperiyası daxili müxalifət üzrə hökumət birliyi təşviq etmək səylərinə baxmayaraq Səfəvi imperiyası daxilində narazılıqlar qaynayır. İqtisadi sıxıntılar və siyasi repressiya narazılığı artırır. Ara sıra etirazlara və yeraltı müqavimət hərəkətlərinə səbəb olur. Səbəbi kəşfiyyat xidmətləri hər hansı bir şəkil müxalifət əlamətlərini izləyir və yatırır. Güc və müşahidə vasitəsilə sabitliyi qorumaya çalışır. Sovet səfər sərhədində toqquşmalar baş verdi. Hər iki tərəfdə bir-birlərinə hərbi əməliyyatlar başlatmaqda və gərginliyi daha da artırmada imtiham edir. Səbəbi imperiyası nə deyir bu? Vətən Sovet təcavüzü və daxili savaşları üzrə səbəbi ali komandanlıq sərhəddə başlarına qarşı qabağa zərb edilməyi düşünür. Anlaşılan gələn bölüm bunlarla müharibə ilə. Nəysə, bu qədər bugün bəsdir. Sağ olun.